Salam əziz 11-ci sinif şagirdləri. Biz bugün 25 may tarixində keçirilmiş olan ikinci qruplar üzrə blok imtahanı sualları ilə tanış olacağıq. Deməli, birinci sual limitə aid bir sualdır. Verilmiş ifadənin limitini tapmaq üçün biz əvvəlcə burada kökün altındakı ifadələrin qiymətlərini bir-birinə bölməyimiz kifayət edir. Kökün altında 49 n-dən kök altında 49 n-i bölərəm kök altında 16 n-ə. N-lər gedər, hər birindən kök 7/4 çıxar. Deməli, cavab D variantıdır. Növbəti sual verilmiş üçbucaqda tərəfləri əgər müxtəlif tərəflidirsə, AB 5, BC 12, sonra B bucağı isə 90 dərəcədən kiçikdir. Əgər B 90 dərəcədən kiçikdirsə, onda AC tərəfi də kvadratlar cəmindən kiçik olacaq. Niyə? Ümumiyyətlə biz bilirik ki, əgər 90 dərəcə olsaydı, B bucağı 90 olsaydı, bu 5, bu 12 olsaydı, onda AC tərəfi 5-in kvadratı ilə 12-nin kvadratının cəminə bərabər olardı. Bu da eləyəcək 169, yəni bunun da kök neçə çıxacaqdı? 13. Deməli, əgər bu 90-dan kiçikdirsə, deməli AC tərəfi 13-dən kiçik olmalıdır. Eyni zamanda üçbucaq bərabərsizliyinə görə AC tərəfi böyükdür bu iki tərəfin cəminin, daha doğrusu fərqinin modulundan və eyni zamanda 13-dən. Onda 5-dən 12 çıxanda -7, modulu 7, 7 və 13-ün arasında yerləşən qiymətlər ala bilər. Onsuz da 13-dən böyük götürə bilmərik. Niyə? Çünki B bucağı 90 dərəcədən kiçikdir. Əgər bu şərti verməsəydi bizə, onda biz AC-ni 5 ilə 12-nin cəmindən kiçik götürəcəkdik. Yəni AC olacaqdı, böyükdür 7-dən, kiçikdir. Bunların cəmi 17 olacaqdı. Bu aralıqda qiymətlər alardı. Yox, AC B bucağı 90-dan kiçik olduğu üçün Pifaqor teoreminə görə AC 5 ilə 12-nin kvadratları cəmindən kiçikdir. Yəni 13-dən. Deməli, AC ola bilər 8, 9, 10, 11, 12. Ancaq burada müxtəlif tərəfli üçbucaq sözü verildiyi üçün 12-ni də silsəm, cəmi 4 dənə qiymət ala bilər. Deməli, cavab olacaq B variantı. Deməli, burada bizə kub verilib. Həcmi deyir ki, kubun 729-a bərabərdir. Kubun həcmi A kubuna bərabər olduğu üçün və bizə də A kubunun 729 olduğu verilir. Deməli, A'mız 729 neçənin kubudur? 9-un kubudur. Deməli, 9-a bərabərdir. Deməli, bütün tirlər 9-dur və bizə deyir ki, AB 4-dür. AB 4. AC isə 7-dir və verilmiş bu piramidanın həcmini istəyir. Bu piramidanın həcmini taparam, çıxaram ondan, daha doğrusu onu da çıxaram kubun həcmindən. Deməli, piramidanın həcmi düsturunu yadıma salaram. V bərabərdir 3/1, S oturacaq, vur H. Bunun elə oturacağı düz bucaqlı, üç bucaq olduğundan bu şəkildə. Biri 4-dür, biri 7-dir. Bu piramidanın həcmini tapmaq üçün, deməli, bunun hündürlüyü eyni zamanda kubun tiri ilə üst-üstə düşəcək. Bu da 9 olacaq. Və mən buradan yaza bilərəm ki, 3/1 vurulsun. S oturacağımız düz bucaqlı üç bucağın sahəsi 4/7/2 vurulsun. H-ımız da 9-dur. Burada da ixtisarla eləsəm 3, 2 dəfə 6, 42. Deməli, bizim piramidamızın həcmi 42-dir və qalan hissəni tapmaq üçün isə kubun həcmindən, yəni 729-dan çıxaram piramidanın həcmini. Bu da eləyəcək 687, yəni Y variantı.
Verilmiş funksiyanın qiymətlər çoxluğunu tapın. Bu sual dəfələrlə qəbul imtahanlarına düşmüş bir sualdır. Sinus x funksiyası bilirik ki, -1 ilə 1 arasında qiymətlər alır və onda 9 üstü sinusun ən böyük qiyməti -1, ən kiçik, daha doğrusu ən kiçik qiyməti -1, ən böyük qiyməti 1 olduğu üçün 9'da 1 və 9 aralığında qiymətlər alacaq. Yəni D variantı. Funksiyanın artma aralığını tapaq. Bu ilə törəmə mövzusuna aiddir. Artma aralığı deyirsə f'(x) böyükdür, bərabərdir 0 bərabərsizini həll edəcəyik. Deməli, x kvadratın törəməsi 2x çıxılsın 2 böyükdür, bərabərdir 0-dan. Buradan 2x böyükdür, bərabərdir 2-dən, x böyükdür, bərabərdir 1-dən. Yəni 1 müsbət sonsuzluq Y variantı. Bərabəryanlı trapeziyanın yan tərəfi orta xəttinə bərabərdir. Əgər perimetri 20-dirsə, deməli bütün tərəflərin cəmi 20 imiş. Oturacaqlara AB desəm, yan tərəflər bərabər olduğu üçün onlara bir C desəm, orta xətt hansı düsturla tapılır? Bu da olsun N. Bizə deyir ki, yan tərəf elə orta xəttə bərabərdir. Deməli, yan tərəf oturacaqların cəminin yarısına bərabərdir. Deməli, A ilə B-nin cəmi yan tərəfin 2 mislidir. Və perimetrin düsturuna əsasən P nəyə bərabərdir? 20'yə, yəni A üstə gəl, B üstə gəl, 2 dənə C-yə. Buradan da A ilə B-nin yerinə 2C yazsam, 2C üstə gəl, 2C bərabərdir 4C-yə. Və bizə də deyirdi ki, perimetr 20'yə bərabərdir. Deməli, mən buradan yaza bilərəm ki, 4C bərabərdir 20'yə, C olacaq 5. Deməli, yan tərəf 5'dir. Düzgün cavab C variantı. Məktəb olimpiyadasında 200 oğlan, 300 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizidir? Onda oğlanların sayını bölməliyəm bütün iştirakçıların sayına. Vurmalıyam 100'ə. Oğlanlar 200'dür. Bütün iştirakçılar 500'dür. Bunu da vursam 100'ə eləyəcək 40%. Yəni düzgün cavab A variantı. Verilmiş tənliyi həll edək. Bu tənliyi həll etmək üçün hər tərəfi ya kosinusa bölərəm, ya sinusa bölərəm. Gəlin kosinusa bölək. Kosinusa bölsək belə olacaq. Bunu da kosinusa bölürəm. Bunu da kosinusa. Onda alaram tangens x bərabərdir 1'ə. Deməli, tangens x-in bir qiyməti nə zaman olur? X bərabərdir pi böl 4 üstə gəl pi k. Yəni düzgün cavab C variantı. Çoxhədlinin qüvvəti nə zaman 5'ə bərabərdir? Ümumiyyətlə, çoxhədlinin qüvvəti onu təşkil edən tərkibindəki bir hədlərdən ən yüksəyinin dərəcəsi ilə ölçülür. Əgər dərəcə 5'dirsə, onda deməli x üstü 5'dən başqa böyük dərəcə qalmamalıdır. Onda 3 üstü x-la A üstü x-i yox eləmək üçün A-ya neçə versək yaxşı olar? 3. Çünki 3 yazsam bunlar bir-birini islah eləyəcək. Sonra x üstü 6 da bununla getməsi üçün, bu 2x üstü 6'nın bx üstü 6'na aparması üçün bunun əksi nədir? B-miz -2 olmalıdır. Deməli, düzgün cavab D variantı olacaq. Tənliklər sistemindən x, y-i tapaq. Bunun üçün verilmiş tənliyin 6x, y, 2x, y üstə gəl, daha doğrusu çıxılsın 4x, y-ə parçalasam, üstə gəl y kvadratı bərabərdir -47. Deməli, x çıx y-in açılışı nəyə bərabərdir? X-in kvadratı çıxılsın 2x, y üstə gəl y kvadratı olduğundan mən bu üçlüyün yerinə gətirib 1'in kvadratını, yəni x çıx, bu bizə x çıx y-in kvadratını verir. Çıxılsın 4x, y bərabərdir -47'yə. Bunun yerinə yazsam 1'in kvadratı 1 çıxılsın 4x, y bərabərdir -47. X, y -48. X, y olacaq müsbət 12. Yəni düzgün cavab C variantı. Deməli, müstəvidən, bu olsun bizim müstəvimiz, verilmiş müstəvidən
8 desimetr məsafədə olan nöqtədən müstəviyə uzunluğu 16 olan bir dənə mail çəkilib. Bu da 4'dür. Deyir perpendikulyarın mail üzərindəki proyeksiyasını istəyir. Bizdən M istəyir. Bulut perpendikulyar 4 olduğu için eğer proyeksiyasını isteseydi n'imizi tapardıq. Bizdən perpendikulyarın proyeksiyasını istediği için m'yi tapmalıyam. Deməli, bunu necə tapacağıq? Bu özü hipotenuzum 16'dır. Bizim belə bir düsturumuz var ki, a'nın kvadratı bərabərdir m vurulsun c'ye. A'mız hipotenuzdur. Bu a'dır. Bu b'dir. Hipotenuzum c'dir və m və n'ə bölünsə, bu isə c'dir və bu düstura görə a'nın yerinə 4 yazıram. 4'ün kvadratı bərabərdir m'in yerinə heç nə, c'nin də yerinə yox, bu 4 deyil, bu 8-dir, səhv yazmışam. 8'in kvadratı eləyəcək 64 bölünsün 16, m olacaq 4. Deməli düzgün cavab 4 olmalıdır. Yəni A bəndi. Bunu təkrar yazdıq. Sonra bowling liqasının oyuncuların nəticəsi və eyni nəticə göstərən oyuncuların sayı cədvəldə göstərilmişdir. Verilmiş nəticələrin medianı ilə modasının fərqini tapın. Medianı tapmaq üçün oyuncuları ardıcıl düzmək, sırada düzmək lazımdır azdan çoxa. Nəticələri azdan çoxa düzək. 125'dən neçə dənədir? 2 dənə. 130'dan 4 dənədir. 135'dən 2 dənə. 140'dan 1 dənə. 145'dən 3 dənə. 150'dən 2 dənə. Və bunu belə yazaq. Deməli 2 dənə 125 yazdım. 4 dənə 130. 135'dən 2 dənədir. Yazarım 135. 135. 1 dənə 140. 3 dənə 145. 2 dənə də 150. Saysaq görərik ki 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə burada nəticə var. 14 dənənin yarısı 7 olacaq. Tən ortadakı əgər ədədlərin sayı cüt saydadırsa medianı taparkən tən ortada duran ədədlərin cəminin yarısını tapırıq. Tən ortada duran ədədlər 7 ilə 8-ci yerdə durandı. 1, 2, 3, 4, 5, 6, 7, 8 elə 135'lərdir. Bunları toplayıb yarı bölsəm elə yenə 135 eləyəcək. Deməli median 135'dir. Moda isə ən çox təkrarlanan ədəddir. Ən çox təkrarlanan sayı 4 olan 130'dur. Deməli medianımız da 135, modamız olacaq 130. Bunların fərqi olacaq 5. Yəni cavab Y variantı. Ədədi silsilənin ilk 10 həddinin cəmi 220'dən böyükdür. Deməli, ədədi silsilədir. S10 kiçikdir 220'dən böyükdür 220'dən kiçikdir 260'dan. Əgər bu silsilənin birinci həddi 7 olarsa, yəni A1'imiz 7'dir. Bizdən D-ni tapmaq tələb olunur. Bunun üçün A1'imiz 7'dir. Bərabər. S220 qalsın yerində kiçikdir. S10'u mən necə yazaram ki A1 üstə gəlsin 19D bölünsün 2 vurulsun 10 kiçikdir 260'dan. S10'un açılışından yazdım. Deməli 220 kiçikdir 2 ilə 10 ixtisar getdi 5 qaldı. A1'in də yerinə 7 yazsam 2'ni vuraram 7'yə 14 üstə gəl 9D. Vurulsun 5 kiçikdir 260'dan. Hər tərəfi 5'ə bölərəm. 5'ə bölsəm 45 kiçikdir 14 üstə gəl 9D kiçikdir 52'dən. Sonra hər tərəfdən 14 çıxaram. 31 kiçikdir 9D kiçikdir 14 çıxsam eləcək 38 və hər tərəfi 9'a bölsəm 3/9'da 4 kiçikdir D-dən, o da kiçikdir 4/9'da 2'dən. Yəni düzgün cavab olacaq 4. Çünki bizdən silsilə fərqinin tam qiyməti alınması lazımdır. Cavab olacaq C variantı. 14-cü sualda bərabərçiliyin ən kiçik həllini tapmaq tələb olunur və biz nə etməliyik? Deməli,
Loqaritmanın altındakı ifadə kiçikdir bərabərdir 3 üstü 2-dən, yəni 9-dan. Ümumiyyətlə əsas vahiddən böyük olduğu üçün bu funksiya artanda, ona görə bərabərliyin işarəsi dəyişmir. 9-u keçirdirəm sol tərəfə. Bunda alıram x kvadrat üstəgəl x çıxı 6 kiçik bərabərdir 0-dan. Köklərimiz olacaq 2 və 3. Cəmi olmalıdır mənfi böyük ədəd mənfi olmalı. Deməli, mənfi 3 və 2 arasında qiymətlərdir. Və eyni zamanda loqaritmanın altı böyük 0 olmalıdır. Yəni, x kvadratı üstəgəl x üstəgəl 3 böyükdür bərabərdir 0-dan. Diskriminantı yoxlayıram ki, diskriminant kiçik 0, deməli, hər zaman doğrudur. Deməli, ən kiçik həlli cavab elə mənfi 3 olacaq. Verilmiş kompleks ədədlərin hasilini tapmaq tələb olunur. Z1-in Z2-yə hasili ilə çoxhədliyin çoxhədliyə vurulması qaydası ilə yazacağıq. I kvadratı sadəcə neçəyə bərabərdir? Mənfi 1-ə. Bunu açaq. 3-ü 2-yə vururam. Əvvəlcə 3-ü 2-yə vururam. 6 çıxılsın. 3-ü 3-də 1-ə vuranda 3-lər gedir. Mənfi i. Üstəgəl 2-ni 2-də 1-ə vuranda müsbət i. Çıxılsın. 6-da 1 i-nin kvadratı. 6, indi bunlar getdi. Bunu da yerinə mənfi 1 qoysam, eləcə müsbət 6-da 1. Cavab 6-da 6'da 1, 6'da 37, yəni A variantı. Koordinat başlanğıcına nəzərən simmetrik olan A və B nöqtələrinin üçün A-nın B-nin tapmaq tələb olunur. Koordinat başlanğıcına nəzərən əgər bir nöqtəyə simmetrik olan nöqtəni tapmaq istəyirəmsə, onda koordinatlar əksinə dəyişməlidir. Deməli, A 2-nin əksi olmalıdır, B isə 3-ün əksi olmalıdır. Düzgün cavab D variantı. Paralleqramın hündürlükləri arasındakı bucaq 60 dərəcədir. Hündürlüklərinin biri 6 kök 3, digər hündürlüyüm isə 8-dir. 60 dərəcəli bucağın qarşısındakı tərəf 6 kök 3-dürsə, deməli hipotenuzumuz 12-yə, digər bucaq 30-dur və onun qarşısındakı tərəf 6-ya bərabərdir. Deməli, digər tərəfimiz 12-dir. Paralleqramın sahəsi isə AH düsturu ilə hesablandığından 8 ilə 12-nin hasili eləyəcək 96. Düzgün cavab C variantı. Kürənin radiusunu 5 dəfə artırdıqda həcmi necə dəyişər? Kürənin radiusu 3/4 pi kubu düsturu ilə hesablanır və o zaman 5-in kubu olacaq nə qədər? 5-in kubu 125 dəfə artar, yəni D variantı. Verilmiş tənliyi həll edin. Əgər həm kvadratın və modulun cəmi 0-dırsa, deməli hər bir ayrılıqda 0-a bərabərdir. Çünki başqa cür onları 0 eləmək mümkün deyil. Bunu da 0 eləyirəm. Onda kökləri mənfi 2, 3, yox, müsbət 3, mənfi 2. Digər tənliyimin də kökləri olacaq mənfi 3, mənfi 1. Deməli, hər ikisinin ortaq kökü, çünki hər ikisinə eyni x lazımdır ki, ikisini də 0-a çevirsin. Cavab olacaq C variantı. Koordinatları verilmiş vektorlardan biz 3A ilə B-nin cəmini tapmalıyıq. Uzunluğu isə bərabərdir 17-yə. Deməli, 5 ilə 3-ün, əvvəlcə 3A-nı taparam. A-nın koordinatları, 3A-mız nə olacaq? A-nın koordinatlarının 3 misli, yəni 15, 3K və mənfi 6. B-nin koordinatları da verilib bizə 2, 15 və 10, eləcə 6. Bunların cəmi olacaq 17, 3K üstəgəl 15, bir də 0. Əgər bu vektorun uzunluğu 17 nə deməkdir? Hər bir koordinatın kvadratları sıfıra bərabərdir cəmi. 17-nin kvadratı olacaq 289-a. Elə 17-nin kvadratı ilə bu 17-nin kvadratı islah getdi. Deməli, 3K üstəgəl 15 bərabərdir 0 olmalıdır. 3K mənfi 15-ə, K da mənfi 5 olmalıdır. Cavab D variantı.
B parametrin hansı qiymətinə bərabərsin yeganə həlli var? X böyükdür bərabərsə əgər bu ifadədən x kiçikdir bərabərsə onda hər ikisini eyni anda bərabərləşdirirəm. Deməli olacaq b kvadratı üstə gəlinsin 5b çıx 9 bərabərdir 2b-nin kvadratı çıxılsın 3b üstə gəl 7-yə. Alaram b kvadratı çıx 8b çıx 16 üstə gəl 16 bərabər 0-a. Deməli b çıx 4-ün kvadratı müxtəsər vurma düsturuna görə 0 olmalıdır. 0-ın kvadratı ilə 0-dır. Deməli b çıx 4 0 olmalıdır. B-miz 4 olmalıdır. Cavab B. Verilmiş 7 rəqəmli ədədin rəqəmlərin cəmini yeri dəyişdirməklə 6 rəqəmli ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd düzəltmək olar? 2, 5, 5, 7, 7, 7, 6. Deməli 6 ilə başlayan olması üçün daha doğrusu 7 rəqəmli, digər 5 neçə ədəddir? 6 dənə rəqəmin öz arasında yer dəyişməsi lazımdır. O zaman biz bunu 6 faktorial bölünsün. Təkrarlanan ədədlərin faktorialı 3 faktorial, 2 faktorial. Bunu da sadələşdirsəm olacaq 4, 5, 6. İxtisar eləsəm 2 vurulsun 5 vurulsun 6 yəni 60. Cavab olacaq B variantı. Bu eyni topluda olan məsələn həndəsə sözünün kimi bir şeydir. Həndəsə sözünün yer dəyişməsi neçədən rəqəm hərf var idi? 1, 2, 3, 4, 5, 6, 7, 7 faktorial. Təkrarlanan hərflər bölünsün 3 faktorial. Bunun kimi bir tapşırıqda sadəcə rəqəmlə verilib. Verilmiş çevrədə AYB bucağının dərəcə ölçüsünü tapmaq tələb olunur. Ümumiyyətlə çevrənin dərəcə ölçüsü 360-dır. AB-miz 12-dir. Yəni buna yazaq 12K. BC-miz 8-dir. Buna 8K yazıram. CD-miz 2-dir. Buna yazıram 2K. DA-mız isə 3K olsun. Sonra bu 4-ünün cəmi eləyəcək 28, 25. 25K bərabərdir 360-a. Hər tərəfi 5-ə bölsəm 5K bərabərdir 72. Bunu qoyaq kənara. Ümumiyyətlə, bu AYB bucağı belə bir xassəmiz var idi. Kəsənlər arasında qalan bu bucaq alfa bərabərdir M-lə N-in fərqinin yarısına. Deməli, AB qövsü 12K-dan çıxaram CD-nin dərəcə ölçüsü, yəni 2K-nı bölərəm 2-yə. Bu da eləyəcək 10K, 2-yə böləndə 5K ilə 5K-mız da 72 olduğu üçün cavab olacaq 72. M-in hansı qiymətində ən kiçik qiymətində parabolanın qiyməti birinci rübdə yerləşir? Parabolanın qiymətinin birinci rübdə yerləşməyi o deməkdir ki, bunun təpə nöqtələri M-də müsbət ədəddir, N-i də müsbət ədəddir. Bunun üçün M-i taparam. M nəyə bərabərdir? Düsturumuz M bərabərdir. Mənfi B bölünsün 2A-ya. Yəni M-in yerinə yazaram. Mənfi 2 vurulsun M çıx 5 bölünsün 2. Bunu sadələşdirsəm bu olmalıdır böyükdür 0-dan. Deməli, mənfiyə bölsəm M çıx 5 kiçikdir 0-dan, M kiçikdir 5-dən. Deməli, bizim M-imizin qiymətləri 1, 2, 3, 4, 5, 5 almır, 4-dən kiçik. M kiçikdir 4-dən. Bu qiymətləri almalıdır və birinci rübdə yerləşməsi üçün N-in qiymətlərini buradan yoxlayıb yerinə qoyaram. Buradan məsəl üçün M-ə 1 qoysam, burada yoxlasaz mənfi olacaq. M2 qoysaz yenə mənfi olacaq. M-ə 3 qoyuram. Mən yoxlamışam əvvəlcədən. Ona görə elə lazım olanı qoyuram. Deməli, F-in X-in kvadratı üstə gəlinsin 2, M-in yerinə 3 yazıram. 3-dən 5 çıxanda belə yazaq. 3 çıx 5, X üstə gəlsin, M-in yerinə 9. Bu da Y bərabərdir. Onda düsturumuz olacaq X-in kvadratı üstə gəl 2, mənfi 2, mənfi 4, X üstə gəl 9. N-i taparam. 4 AC 36 çıxılsın 16 bölünsün. Digərlərini yoxlasaz N mənfi olacaq. Amma burada M artıq nə olur? Müsbət olur. Deməli, cavabımız olmalıdır 3. M-in 3 qiymətində parabolanın təpə nöqtəsi birinci rübdə yerləşir.
Verilmiş ifadənin qiymətini hesablayaq. Bunun üçün kosinusların cəm düsturunu yadımda. Hasilin cəmə çevrilməsi düsturu. Kosinus alfa vurulsun kosinus beta bərabərdir 2-də 1 kosinus alfa üstəgəl beta üstəgəlsin kosinus alfa minus beta. İndi burada da mən bunu necə yaza bilərəm? Kökün altında yaza bilərəm. 6 vurulsun 2-də 1. 25 ilə 65-in cəmi olacaq. Kosinus 90 üstəgəlsin kosinus 40. Sonra bölünsün kosinus 40'a. Üstəgəl 1. Gəlin bunu sadələşdirək, sonra yerinə qoyaq, sonra orada hesablama apararıq. Bunlar getdi, 3 qaldı. Bu 0'a gedəcək. 3 vur kosinus 40 bölünsün kosinus 40. Bunlar yenə gedəcək. Qaldı kökün altında təkcə kök 3. Üstəgəl 1. Davamını yazsam. Deməli olacaq. Bunun yerinə aldım kök 3. Üstəgəl 1. Vurulsun. 3'ü qarşıya keçirdirəm. Kök 3 çıx 1. Gördüyümüz kimi burada kvadratlar fərqi alınır. Bu da olacaq. 3 vurulsun. Kök 3'ün kvadratı. 3 çıx 1. Yəni 2. 3 2'yə vuranda cavab eləcək 6. Məli düzgün cavab 6'dır. Verilmiş integraldan a-nı tapaq. İntegral 1 bölü x dx bərabərdir ln x-ə üstəgəl c. Buradan da mən əgər bunu integrallasam, integral 3 əsasdan 3'dən a x-də dx bərabərdir 3 ln 2. Buradan olacaq ln x sərhədlərim 3a bərabərdir 3 ln 2. Buradan da yazaram ln a çıxılsın ln 3 bərabərdir 3 ln 2'yə. Sadələşdirsəm ln fərq olduqda bunu nisbət kimi yazırıq. 3'ü də qarşıya ln başına qüvvət kimi keçirsəm 2'nin kubu eləcək 8. Lnlər getdi. Deməli a bölü 3 8'dirsə a'mız 24'ə bərabərdir. Sonra uyğun tərəfləri paralel olan bucaqlar verilib. Deməli alfa və beta ya bir-birinə bərabərdir ya da onların cəmi 180 dərəcədir. Gördüyümüz kimi burada hər bir müxtəlif halda aiddir. Yəni ikisinin də cəmi 180 olmalıdır. Alfa 2k, beta 3k olsa birinci hala görə 2k üstəgəl 3k bərabərdir 180 eləyərəm. Çünki 2'nin 3'ə verib. Uyğun olaraq alfanı və betanı işarə edirəm. Deməli 5k'mız olacaq 180, k oldu 36. 2k, alfa 2k'dırsa olacaq 72. Betamız isə olacaq 3k'dırsa 108. Bucaqların fərqi 90 dərəcədir. Fərqi xeyr 36 dərəcədə, deməli 1'ə uyğun gəldi B. Bucaqlardan kiçiyi 80 bölü 40 135 xeyr. Keçdim ikinciyə. Burada yenə eyni qaydadadır. 5k 4k. Deməli alfamız 5k olsun. Betamız isə 4k. Onda bunların cəmi olacaq 180. Yəni 9k bərabərdir 180'ə. K olacaq 20. Gətirib yerinə qoysam 100 və 80. Deməli kiçik bucağımız 80, 2'yə D uyğun gəlir. Bunların fərqi neçə dərəcə aldıq? 20 dərəcədir, yox. Bucaqların fərqi kiçik, böyüyü. Böyüyü də 100'dür. Bu da yoxdur. Üçüncüdə də yazacağım alfa 3k. Beta'ya da k yazacağım. Bunların cəmi olacaq 4k. 4k 180, k oldu 35. 45, 3k'mız isə olacaq 135. Deməli bunların fərqi olacaq 90 A və böyüyü də olacaq Y. Fərqi 40 olan var idi, başqa yox.
Bu qədər. Uyğunluğu da bitirmiş olduq. Keçək situasiyalara. Deməli, dəqiqə bunları mən silim. Deməli, sandığın qapaq hissəsi yarım silindirdir. Aşağı hissəsi isə eni 0.6 metr, uzunluğu 1 və hündürlüyü 0.8-10 düzbucaqlı paralelipiped formasındadır. Sandığa hər birinin kütləsi, bu digərinə aiddir. Bunu saxlayaq, vaxt itirməyək. Digər cümləyə aiddir. Buradan deməli bizə lazımdır sandığın birincidə sandığın həcmini tapmaq. Bu bizim üçün birinci tapşırığın həllidir. Sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyulsa, sandığın kütləsi 24 olar. Sandığa hər birinin kütləsi bu əşyada olan 30-a qədər bu hissədə ikinciyə aid cümlədir və sonuncuya aid də üçüncüyə də aid budur. Bu isə ikinciyə aiddir. Deməli biz əvvəlcə nə etməliyik? Sandığın həcmini tapmalıyıq. Sandığın həcmini tapmaq, gördüyümüz kimi sandıq mürəkkəb fiqurdur və burada paralelipipedin və yarım silindirin birləşməsindən ibarətdir. Paralelipipedin əvvəlcə həcminin yadıma salaram və paralelipiped bərabərdir ABS, yəni tillərinin hasillərinə bərabərdir. Deməli, tillərinin hər üçü də məlumdur və silindirin həcmi isə S oturacaq vur H-dır. Amma gördüyümüz kimi burada yarım silindir olduğu üçün 2'də 1 S oturacaq vur H olacaq. Gəlin əvvəlcə paralelipipedin həcmini tapaq. Ölçüləri 1, 0.6 vur 0.8. Bunların hasili olacaq 0,48. Sonra isə mənə deyir ki, silindirin indi gəlin bu silindirin həcmini tapaq. Bunu tamamlayıram. Əvvəlcə mən bu silindirin həcmini tapmaq üçün gərək S oturacağı bilim. H-ı tapmaq asandır. H ilə bu 1 olacaq. Çünki bunu uzadıblar sanki. Baxın, belə uzunluğuna çəkilib. Mən bu silindiri bu cür çəksəm, bu 1 mənim 1 olacaq. Burası yarımdır, gördüyünüz kimi. Yarım bu hissə, bu 0.6'nın yarısıdır, yəni 0.3'dür. Radiusumuz burada 0.3'dür. Deməli, məndə silindir V bərabərdir 2'də 1. S oturacağımız pi r kvadratı, r-imiz 0.3'ün kvadratı olacaq. H-ımız 1 olacaq. Bərabər neçəyə? 0,45. Bir dəqiqə 0.9 alın, %9. 0,9 pi bölünsün 2'yə bərabərdir. Və mən bunu hətta yarıya bölərəm. Deməli, nə olacaq? Və bizə isə pi-nin qiymətinin 3 olduğu verilib. Deməli, pi-yə də 3 qoysam, eləyəcək 27, 0,27. Bunu da 2'yə bölərəm. Eləyəcək 0,35. 0,48'dən də çıxaram 0,135'i. Bu da eləyəcək 5, 8'dən 3, 7'dən 3 çıxanda 4, 3'dən 4'dən də 1, 3, 0,345. Sonra keçdik digər silindir boş sandığın həcminə. Görək, daha doğrusu boş sandığın kütləsini tapmalıyam. Bizə ikinci cümlədə deyir ki, sandığa hər birinin kütləsi eyni olan 10 dənə əşya qoyuldu. Əgər sandığa 10 dənə əşya qoyulubsa, təbii ki, bu 10 dənə əşyanın, tutaq ki, sandığın öz kütləsi də var. Əşyaların hər birinin kütləsi Y olsun. 10 dənə əşya 10 Y olacaq. Bu da bərabərdir 24 kiloqram. Sonra deyir ki, sandığa, yəni X üstə gəlsin, hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların, birinci dəfə X, Y qoyulmuşdu. İndi növbəti dəfə Y-in 20% çox, yəni 1.2 Y olacaq. Vuracam bunu neçə dənə əşya qoyulub? 15 dənə əşya, o da bərabərdir 30 olacaq. Sonra bu tənliyi həll edirik. Deməli, burada nə alınacaq? Biraz, tərəf-tərəfə, daha doğrusu X üstə gəl 10Y bərabərdir 24'ə.
X üstəgəl 18y bərabərdir 30-a. Tərəf-tərəfə çıxsam, aşağıdan yuxarı 8y mi olacaq? 6y də eləyəcək 8-də 6, yəni 4-də 3 kiloqram. Amma gəlin bunu da qrama çevirsəm 750 qram olacaq. Deməli, sandığın kütləsi 750 qram imiş. Sonra keçdik 30-cu suala. Deyir, qapağın açılması üçün kod 30-cu sual, daha doğrusu 3-cü sual kimi qeyd edirəm. Sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərinin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Deməli, 4 rəqəmli kod təyin edilir. 1 rəqəm, 2 rəqəm, 3 rəqəm, 4 rəqəm. Bu kodu tapmaq üçün təbii ki, 1-dən 10-a qədər rəqəmlərdən istifadə edə bilərəm. 10 rəqəmli kod əgər müxtəlif sözü verilməsə, onda hər birinə 10 dənə koddan birini, yəni 1-dən 10-a qədər, 1-dən 0-a qədər rəqəmlərdən birini yaza bilərik. Onda olacaq bu. Yox, müxtəlif rəqəmli dediyi üçün 10 dənə rəqəmdən birini seçirəm. Məsələn, 0-dan 9-a qədər hər hansı bir rəqəmi seçə bilərəm. Artıq məsələn bir rəqəmi seçirəm deyə növbətiyə qalır 9 dənə rəqəm. Ondan sonrakına qalır 8 dənə, ondan sonrakına qalır 7 dənə. Deməli, hasil bunların hasili olacaq. 90 vurulsun 56. 9 dəfə 6 54 45 0. 9 dəfə 6 yox, düz vurmadım bir dəqiqə. 56-nı 9-a vuranda 9 dəfə 6 54 5 yadda 45 50. Deməli, bu qədər kod, parol təyin etmək üçün bu qədər hadisənin ehtimalını istəyir. Deməli, bu mənim üçün əlverişli halların sayıdır. Bunu böləcəm nəyə? 5040-ı böləcəm bütün halların sayına, yəni neçə rəqəmlidir ümumi? 10.000 dənə rəqəm, deməli 10.000 dənə də hal var. Ümumi, yəni müxtəlif olmasın, bütün halların sayıdır 10.000. Sıfırları siləcəm. 0-dan 1000-də 504. Bu da bizim ehtimalımız. Bu qədər. Növbəti imtahanlarda görüşərik. Sağ olun.